Salam əziz şagirdlər, bir daha əvvəlki video dərsimdə orada negativ sentensiz inkar cümlələri haqqında məlumat vermişdim. İndi isə gəlin onların testlərinə baxaq. Deməli, həmin bu hissə negativ sentensiz neçənci hissədə olduğunu qeyd edək. DİM birinci hissə testinə 2023 nəşri üzrə işləyirik yenə də. İngiliscə fənni üzrə nəsə izahlarda əgər aydın olmayan nələrsə olarsa yenə də rəy bölməsindən qeyd edərsiniz. Ətraflı şəkildə izahat verərəm. Bundan ötürü deməli birinci hissə testindən yenə dediyim kimi səhifəni sizə qeyd edeyim. Səhifə 76 və negativ sentensiz inkar cümlələri deyə bölmə var. Həmin bölmənin birinci testinə başlayaq. Bir nömrəli testi nə deyir? Choose the correct negative sentence. Düzgün inkar cümləni seçmək lazımdır. Hansı cümlə doğru şəkildə inkar cümlədə işlənib? A bəndinə never do anything in a hurry. Deməli, bu cümlədə inkar yaradan söz neverdir. Heç vaxt zaman zərfidir. Və inkar sözdən sonra demişdik ki, nə gələcək? Any yaxud da any'nin törəmələri gələcək. Bu doğrudur. B bəndinə baxaq. Don't do nothing in a hurry. Cümlədə həm not var, həm nothing var. Bildiyimiz kimi bir sadə cümlədə iki inkar ola bilməz. Ona görə B variantı səhvdir. Never do something in a hurry cümləsində never inkar zərfidir. Ondan sonra something işlənib. Notdan, no'dan, never'dan sonra heç vaxt something işlənə bilməz. Onun əvəzinə anything işlənməlidir. Səhvdir. Never, don't do something in a hurry. Burada never işlənib, yenə inkar zərfi işlənibdir. Olan yerdə don't ola bilməzdi və notdan sonra da burada something ola bilməzdi. 2 dəfəlik səhvlik var. Y bəndinə never do no work in a hurry cümləsində never inkar zərfidir. Ondan sonra bir sadə cümlədə yenə iki inkar olmadığını görə never olan yerdə no ola bilməz. Y bəndinə səhvdir. Düzgün cavab A variantı idi. Gəldik 2 nömrəli testə. 2 nömrəli testin izahı. Choose the correct negative sentence. Düzgün inkar cümləsini seç. They will join us too. Cümləsinin sonunda to var. To harda işlənir bilirdik ki, təsdiq cümlənin sonunda işlənir. Yəni təsdiq cümlədə. Bəs biz to'nu nə ilə əvəz edə bilərik? Aizə ilə əvəz edirik. Aizə ilə. Çünki aizə harda işlənirdi? İnkar cümlənin sonunda. İnkar cümlənin sonunda aizə işlənir. Aizəni yazmalıyıq. İndi baxaq. A bəndində to var. Getdi. B bəndində aizə var. Saxlayaq. C bəndində deməli, bir gəlin təhlil aparağın. They will not join us too. Bu cümlədə not var. Deyim, inkar cümlədir. Amma inkar cümlənin sonunda to ola bilməz. Önce A getdi. B bəndində aizə var, saxlayaq. C bəndində they won't also join us cümləsində notdan sonra yenə also işlənib. Also isə harda işlənir bildiyimiz kimi təsdiq cümlədə işlənir. İnkar cümlədə also işlənə bilməz. Ona görə bu səhvdir. D bəndində they will join us naizə. Bu cümlədə naizə heç inkar cümlənin sonunda işlənə bilməz. D də səhvdir. Y bəndində they not join us aizə. Cümlə will join yalnızca sadə zamandır. Will olmadığına görə bu test səhvdir. Birbaşa not formasında ola bilməz. Mütləq not köməkçi feillərdən sonra gəlməlidir. Ya do'dan, ya does'dan, ya did'dən, ya to be'nin formalarından, yəni am, is, are, are, ya shall, will'dən sonra işlənə bilər. Not. Baxın, notu qeyd elədim. Yəni not ayrıca təkcə no ayrıca təkcə işləndiyi halda not ayrıca təkcə işlənə bilməz. Ona görə də will join'in inkar forması olacaq will not join. Gəlcə sadəcə zaman inkarın birisi shall will bir arasında not artırılır və inkar cümlənin sonunda da aiz yazılır. Düzgün cavab B variantı idi. Gəldi 3 nömrəli testə. Choose the correct negative sentence. Düzgün inkar cümləsini seç. That was either an apple or a pear. Bu cümlədə either or ya da bağlayıcısı işlənibdir. Either or təsdiq cümlədə də ola bilər, sual cümləsində də, inkar cümləsində də işlənə bilər.
və bu verilən cümləni inkara çevirməkdən ötürü Ayzəni biz Nayzə ilə əvəz eləməliyik, ya da cümlədə bir dənə not yazmalıyıq ki, Ayzə inkar cümləsinə çevrilsin. Baxaq. Və bir şey qeyd edəcək ki, burada apple və pear sayıla bilən tək isimdir. Əvvəlində artikellər var və artikel variantlarda da gözlənilməlidir. A bəndində that was neither apple nor pear. Doğrudur, either or neither nor'a çevrilib. Ancaq bunların əvvəlində artikel yoxdur deyə A bəndi səhvdir. B bəndində that was neither an apple nor a pear cümləsində neither'dən sonra sayılan isim gəlib və artikel gözlənilibdir. Pear'ın əvvəlində də artikel gözlənilibdir. B variantı doğrudur. C. That was not apple or pear cümləsində notdan sonra sayıla bilən tək isim gələndə demişdik ki, mütləq artikel işlənməlidir. Artikel yoxdur, səhvdir. That was not either apple or pear cümləsində artikellar buraxılıbdır deyə bu da səhvdir. Y bəndində that was not neither an apple nor a pear cümləsində bir cümlədə bir sadə cümlədə iki inkar ola bilməz. Yəni notdan sonra burada neither işlənə bilməzdir. Y də ona görə getdi. Düzgün cavab B variantı idi. Gəldik 4 nömrəli testimizə. Choose the correct negative sentence düzgün inkar cümləsi seçəcək. Though the sky was cloudless, I saw neither the moon nor the stars there cümləsində neither bildiğimiz kimi bağlayıcısı var. Neither or yox. Neither nor olmalıydı. Ona görə burada səhvlik var. A variantı səhvdir. B bəndən though the sky was cloudless, I didn't see no moon, no stars. Notdan sonra bir sadə cümlədə iki inkar ola bilməz. Burada no'nun əvəzinə işlənməli idi. E-ni ona görə B variantı da səhvdir. C. Though no'nun əvəzinə E-ni işlənməli idi. Though the sky was cloudless, I didn't see neither the moon nor the stars there. Neither nor düzgün işlənib bağlayıcı, ancaq notdan sonra neither işlənilməz. Yenə bir sadə cümlədə iki inkar ola bilməz. Yəni notdan sonra neither olmazdı. Ona görə C səhvdir. Yəni bunun əvəzinə işlənməli idi. Nə işlənə bilərdi? İşlənə biləcəyini qeyd edək. Either or bağlayıcı işlənə bilər. D bəndində though the sky was cloudless, I couldn't see nothing around. Notdan sonra nothing işlənə bilməz. Bir sadə cümlədə iki inkar olmaz. Yenə də yəni söhbət burada though the sky was cloudless bir cümlədir. I couldn't see nothing around ikinci bir cümlədir. Though the sky was cloudless, I saw neither the moon nor the stars there cümləsində neither nor düzgün şəkildə işlənirdi. Cümlədə ikinci bir inkar yoxdur. Düzgün cavab Y variantı idi. 5 nömrəli testə gəlirik. Choose the correct negative sentence düzgün inkar cümləsi seçəcək. Neither Tom nor John went to London doğrudur. B bəndi neither Tom nor səhvdir. Nor olmaz. İşlənməlidir nor. C bəndə neither Tom nor John didn't go to London either. Not olmazdı. Bir sadə cümlə iki inkar olmaz. Neither Tom or səhvdir. Nor olmalıydı. Neither Tom nor John didn't go. Yenə də not olmazdı. Düzgün cavab A bəndi idi. Burada B də səhvdir, C də səhvdir. 6-cıya gəlirik. Alt nömrə test. Choose the correct negative sentence düzgün inkar cümləsi seçəcək. The farmer has a house and a garden. Yadınızdadsa belə bir şey qeyd eləmişdik ki, and işlənir təsdiq cümlədə. And təsdiq cümlədə işlənir. And-i biz inkar cümlədə vermək üçün onu or ilə əvəz eləməliyik. Variantlardan bunu axtaracaq və artikellar unudulmamalıdır. A bəndində the farmer has no house or garden cümləsində no'dan sonra istənilən isim gəlir. Sayıla bilən tək isim olarsa əvvəlində artikel işlənə bilməz və has inkar əvəzi ilə işlənən zaman has no şəklində işlənir və and-in əvəzində or işlənibdir. A variantı doğrudur. B-də the farmer has not. Əziz şagirdlər, abituriyentlər, bir şey sizə qeyd edeyim. Has not deyə bir anlayış yoxdur. Has
not yoxdur. Bunun əvəzinə bir dəqiqə. Has not deyə bir anlayış yoxdur. Has not'un əvəzinə bunun əvəzinə işlənməlidir nə? Doesn't have. Doesn't have işlənməlidir. Və have not deyə bir qayda yoxdur. Bunun əvəzinə işlənməlidir. Don't have. Don't have. Və had not deyə bir qayda yoxdur. Yəni hadn't necə ki biz bunları modal feildə qeyd eləmişdik axı. İşlənməlidir necə? Didn't have. Və bir şey qeyd eləyək, sualda və inkarda heç vaxt has işlənə bilməz. Yəni does-la sual verilən zaman, does-la inkar verilən zaman has avtomatik çevrilməlidir have-ə. İndi gəldik C bəndinə baxaq. Ona görə B variantı səhvdir. C-də the farmer has no a house. No-dan sonra artıqlı işlənə bilməz. Və and olmaz. Onun əvəzinə or olmalı idi. D-də the farmer doesn't have house or garden cümləsində doesn't have düzdür. Amma house-la garden əvvəlində artıqlı verilməli idi. D səhvdir. The farmer has not house or garden və qeyd edim. Has not deyə bir qayda yoxdur. Bunun əvəzinə işlənməlidir. Doesn't have olsaydı doğru olardı. Və bir şey də var burada. Artikellarda unutulmamalıydı. E artikellar yazılmalıydı. Düzgün cavab A variantı idi ona görə də. 7. 7 nömrə testimizdə choose the correct negative sentence düzgün inkar cümlə seçilməlidir. My uncle had a son and a daughter. Burada fikir versək and bağlayıcısı var. Təsvir cümlədə işlənir. Bunu yenə inkar çevirmək üçün biz and-i or ilə əvəz edəcəyik. Bura diqqət etmək lazımdır. My uncle had not və yaxlamı qeyd elədim. Burada da had not deyə bir qayda yoxdur. Didn't have to işlənməlidir. A səhvdir. My uncle had no a son. No'dan sonra artikılı işlənməz. And olmaz. Or olmalıydı. My uncle had not neither son nor daughter cümləsində həm not həm neither işlənə bilməz. D bəndində my uncle didn't have son or daughter doğrudur. Have'in inkarı didn't have yazıldı və burada or bağlayıcısı istifadə edildi. Ancaq ki bir şey var burada. Son'un əvvəlində artikılı işlənməli idi. Daughter'ın əvvəlində artikılı işlənməli. Not olanda həsən işlənir. Yenə də bu test səhv oldu. Y bəndində isə my uncle had no son or daughter düzgün cavab Y'dir. Gəldik 8 nömrə testimizə. Choose the correct negative sentence düzgün inkar cümlə seçilməlidir. Either Alice nor Helen are eager to go nowhere tonight. Cümləsində either nor deyə bir qayda yoxdur. Olmalıydı either or. B bəndində neither Alice nor Helen is eager to go anywhere tonight. Və doğrudur. Neither olan cümlədə neither norla işlənir. Neither bağlayıcısı norla işlənir. Və bir inkardan sonra da işlənməlidir. Anywhere düzgün cavab B variantıdır. C-yə baxaq. Neither Alice nor Helen are not. Burada bir səhv budur. Neither nor qaydasında xəbər ikinci mübtəda ilə uzlaşır demişdik. Helen təkdədir deyə bunun əvəzinə is işlənməlidir. To go anywhere tonight-da yediqan digəsilər düzdür. Amma mübtəda xəbər uzlaşması səhvdir deyə bu test səhvdir. Neither Alice nor Helen is eager to go nowhere səhvdir. Burada anyway olmalıdır. Bir sadə cümlədə iki inkar olmaz. Alice and Helen are not. Burada and ola bilməzdir. Burada işlənməlidir or. Çünki inkar cümlədə and-in əvəzinə or işlənir. Və bu da not işlənibdir. Notdan sonra da nowhere olmazdı. Bir sadə cümlədə iki inkar olmaz. Gəldik 9 nömrə testimizə.
Choose the correct negative sentence. Düzgün inkar cümlə seçilməlidir. There was a spoon and a fork on the table cümləsində baxırıq. E artiklı var. Spoonun qarşısında, forkun qabağında e artiklı var. And bağlı isə bağlıdır. And-də vəz eləyəcək yenə orla, yaxud da ya either or olacaq, ya neither, ya da sadəcə or olacaq. No or şəklində işlənəcək. There wasn't either spoon or a fork. Not varsa hər ikisində də artikl verilməli idi. Amma spoonun qarşısında e artikli yox deyə A səhvdir. There was neither spoon. Neither'dan sonra e artikli işlənməli idi. Nordan sonra da e artikli işlənməli idi. Səhvdir. There was no spoon and no olduğuna görə inkar əvəzliyindən olan cümlədə and-in əvəzinə işlənməli idi or. Səhvdir. There was neither a spoon nor a fork on the table. Neither norla işlənir və isimlərin qabağına artikl verilibdir. Doğru cavab deyildi. There was no a spoon. No ilə isim arasında e artiklı işlənməz. And işlənməz. 10 nömrə testimizə keçirik. Choose the correct negative sentence. Düzgün inkar cümlə seçilməlidir. Both the students and bağlayıcısı avtomatik bu ikisi çevrilməlidir. Neither nora. İndi baxaq. Both the students inkar cümlədə both and işlənməz. Neither students nor teachers have gathered in the hall. B düzdür. Neither the students or neither or olmaz. Either students nor either or olmaz. Either nor olmaz. Neither students nor students have not. Bir saat cümlədə iki inkar olmaz. Düzgün cavab B. 11 nömrə testdə. Choose the correct negative sentence. Düzgün inkar cümlə seçilməli. Jack doesn't have a sister or brother. Not olan yerdə burada sister'nin və brother'ın qabağında e artıq işlənməlidir. A səhvdir. Jack hasn't got a sister or a brother. Bəli, has got qaydası inkarı hasn't got-landır. Bu doğrudur. Not olan yerdə də a sister or a brother B variantı düzdür. C. Jack hasn't a sister has not deyə bir qayda yox təkcə. Sadəcə have got, has got qaydasının inkarı. Baxın, aşağıda qeyd edəcəm burada. Biz have got, has got qaydası keçmişdik uşaqlar sizinlə, yadınızdadırsa və biz orada qeyd eləmişdik ki, have got-un inkarı olacaq have not got və has not-un inkarı isə olacaq has not got şəklində işlənməlidir. Çünki sualda have has önə keçir. Amma təkcə have has-in özündə have got-suz olan have has sualda özü suallıq yaratmadığına inkar da özü yarada bilməz və burada biz köməkçi feildən do does-dan istifadə eləməliyik. Has not got a sister or brother. C variantında has not deyə bir qayda yoxdur dedik. D bəndində Jack has neither sister nor brother. Burada sister'nin və brother'ın qabağında artıq işlənməli, çünki sayılmayan tək isimdir. Y bəndində Jack has no a sister or no ilə isim arasında e artiklı işlənməz. Bu da səhvdir. Düzgün cavab yenə dediyim kimi B variantı idi. Gəldik 12 nömrə testinin izahına. Choose the correct negative sentence. Düzgün inkar cümlə seçilməlidir. There was no a teacher. Yine bayaq dediyimiz kimi no ilə isim arasında no ilə isim arasında hər hansı bir artikl işlənməz. A səhvdir. There was neither teacher nor doctor among us. Neither-dən sonra sayılabilən tək isim gəldiyinə görə teacher'ın və doctor'ın əvvəlində e artiklı işlənməlidir. B səhvdir. There was not teacher and notdan sonra artiklı işlənməli idi. Həm də burada and ola bilməz. Onun əvəzinə or olmalı idi. There wasn't neither. Notdan sonra neither işlənməz. Bir saat cümlədəki inkar olunmaz. D səhvdir. Yerdə there was no teacher, doctor among us. No'dan sonra istənilən isim gəlir və artıq işlənmir demişdik. Düzgün cavab Y.
Choose the correct negative sentence. Düzgün iki cümle seçiləcək. Yine hoş nömrəli testdə. Both Mike and his friends were excited as the exams. Both Andy yine dediğim gibi əvəz edəcək Nayza Nur'la. Nayza Mike Nur friends were not. Burada bir şey gedirme lazım. Nayza'dan sonra not olmaz. Bir sadece cümlədə iki inkar olmaz. Nayza Mike, Nayza or diye bir qayda yoxdur, səhvdir. Ayza Mike, Ayza Nur diye bir qayda yoxdur, səhvdir. Nayza Mike Nur friends were excited as exams doğru cavab deyildi. Nayza Mike Nur his friends were never. Nayza'dan sonra never inkar zərfi işlənə bilməz. Y də səhvdir. 14. Choose the correct negative sentence. Düzgün inkar cümləsi seçiləcək. There is a book and a journal in the back. Cümləsində cümlə təsdiqdədir və cümlədə and bağlayıcısı verilir. Bunu əvəz edəcək orla. Baxaq. There is no book. No ilə isim arasında heç bir artıq işlənmir. Or journal in the back. A bəndi tamamilə doğrudur. B. There is never book nor. Nazidən sayılan tək isim gəldiyini i artıq işlənməlidir, səhvdir. There is not Ayza book. Notdan sonra isim arasında artıq işlənməlidir. Burada e artıq lavir vurulmalıydı. There is no a book. No ilə isim arasında heç bir artıq işlənə bilməz. And ola bilməz. Or olmalıydı onun əvəzinə. There is not book. Burada da artıq işlənməliydi. Və and ola bilməz. Or olmalıydı. Ona görə hamısı getdi. Düzgün cavab variantı idi. 15. Choose the correct negative sentence. Düzgün iki cümlə seçilməlidir. There was no a teacher. No ilə isim arasında artıq işlənməz. There was neither a teacher nor burada da student'ın qabağında artıq işlənməlidir. B səhvdir. C'də there was neither teacher. Burada artıq işlənməliydi. Səhvdir. There was no teacher or student on the third floor. Doğrudur. No ilə isim arasında nəsə artıq işlənə bilməz və or bağlaması işlənir. Düzgün cavab deyildi. Yes, there was not a teacher or student. Student'ın qabağında artıq verilməlidir. Y də səhvdir. Gəldik 16 nömrəli testin izahına. Choose the correct negative sentence. İnkar cümləsi seçəcək. He didn't make nest for the birds to. Dəstək cümləsi sonunda to işlənməz. He made no nest for the birds to. Dəstək cümləsi sonunda yenə də to işlənməz. He didn't make a nest for the birds either. Doğrudur. He also didn't also dəstək cümlədə işlənən, inkar cümlədə işlənməz. Səhvdir. He made no nest for the birds neither. İnkar cümləsində neither işlənmir, either işlənir. Bir saat cümlədə iki inkar olmaz. Gəldik 17 nömrəli testin izahına. Choose the correct negative sentence. Düzgün inkar cümləsi seçilməlidir. There was a spider on the leaf to. Cümlə təsdiqdədir. To ilə verilibdir təsdiqdə və to-nu biz either-dən əvəzləyəcəyik. A bəndə there was not spider on the leaf to. Təsdiq cümləsi sonunda to işlənməz. There was no spider on the leaf to. Təsdiq cümləsi sonunda yenə to işlənməz. There was no spider on the leaf either. C düzdür. İnkar cümləsi sonunda either işlənir. There was not also. Also təsdiq cümlədə işlənir. İnkar cümlədə işlənə bilməz. There was not a spider on the leaf neither. Not və neither bir sadə cümlədə iki inkar ola bilməz və neither inkar cümləsi sonunda işlənmir. Onun əvəzinə işlənməli. Either. 18. Choose the correct negative sentence. Düzgün inkar cümləsi seçilməlidir. I like balls, the play and bir dəqiqə səhv elədim. İşarələr səhv qoyduq. Deməli, burada boss və and bağlayıcısı verilib, neither nora çevirməlidir. Baxaq. I didn't like neither the play nor the teaching. Notdan sonra neither nor işlənibdir. Bu ola bilməz. Bir saat cümlədə iki inkar olmaz. I didn't like boss and var. İnkar cümlədə boss and işlənə bilməz. I like neither the play nor the acting. C düzdür. Bağlayıcılar da verilib, artikellar da verilibdir. I like neither the play or neither orla işlənmir, səhvdir. I didn't like either the play nor either nor qaydası yoxdur. Düzgün cavab C. 19. Choose the correct negative sentence. Düzgün inkar cümlə seçilməlidir. There was not either. Notdan sonra neither gəlməz. There was not address. Not inkar cümləsində ad bağlayıcısı olmaz.
There was nice address nor name. Bu da adres sözü və name sözü sayıla biləndir deyə article verilməli. An address name işlənməlidir. C səhvdir. There was no address or name on the letter. Doğru. No'dan sonra istənilən simgə sayılan sayımı və artıq işləyə bilməz. There was no an address. No'dan sonra no isim arasında artıq işlənməz. 20. Choose the correct negative sentence. There was a comb and a hairbrush in the back cümləsində and bağlayıcı verilibdir. Bu onunla əvəz olunacaq və comb isimlər sayılır və əvvəlində e artikla verilib. Baxaq. A bəndə there was nice, comb or nice or olmaz. Səhvdir. Nor olmalıydı. Bir saniyə bunu düzgün verək. Aha. There was not comb, notdan sonra inşa cümlədə ən işlənə bilməz. There was no a comb, no ilə isim arasında artıq işlənə bilməz. There was nice comb nor hairbrush. Bu da combun və hairbrush'ın qarşısında artıq işlənməli idi. D səhvdir. There was no comb or hairbrush in her work. Düzdür bu. No'dan sonra istənilən isim gəlir və sözdə bir nor bağlısı bağlantısı cümlədə inkardadır. Düzgün cavab Y variantıdır. Yeni səhv elədik. Düzgün cavab Y. 21 nömrə testə baxaq. Choose the correct negative sentence. Düzgün inkar cümləsi seçilməlidir. He could read and write good English cümləsinin and bağlısına bağlantısı cümlə təsdiqlədir. Baxaq. I could neither and-dən işlənməz. Səhvdir. Neither he couldn't read and notdan sonra inşa cümlədə and işlənə bilməz. He couldn't read or write good English. Bu doğrudur. He couldn't either read nor write good English. Burada either norla bağlanmır. Either ordu səhvdir. He couldn't neither də orla bağlanmır. Bu da səhvdir. Düzgün cavab C variantı idi. 22. Choose the correct negative sentence. Düzgün inkar cümləsi seçəcək. We didn't have to wait for him for a long time. Didn't have to. Have to müdafiəli, had to müdafiəli inkarı. Didn't nə olur? Had to have to çevrilir. Bu düzdür. 22. We have not to. Have to müdafiəli inkarı özünə yaradılmıyor. Haven't to qaydası yoxdur, bilirsiniz ki. Bu səhvdir. We didn't have to. Didn't have to çevrilməli olmalıydı. Have to. Have to. Onca bu da səhvdir. We hadn't to. Hadn't to qaydası deyə bir şey yoxdur. We hadn't to. Yəni də qaydası deyə bir şey yoxdur. Şəxərlərə baxmadan. Düzgün cavab A. Choose the correct negative sentence 23 nömrə testdə. Neither you nor your friend has not to. Has to müdafiəli inkarı doesn't have to olmalıydı. Yəni bunun əvəzinə biz yazmalıydık. Have to. Doesn't have to. Ona görə bu səhvdir. Either you or your friend haven't to. Dəqiqə, has not to yoxdur. Haven't to qaydası yoxdur. Bunun əvəzinə işlənməliydik. Don't have to. Ona görə B-də getdi. Neither you nor your friend has to go shopping cümlədə bir inkar bağlayıcısı verilibdir. Your friend mübtəda təkdədir və müdafiə edilmir. Ona görə has to işlənibdir. Düzgün cavab C idi. Deyə baxaq, both and ola bilməz. İnkar cümlədə both and əvəzinə either or neither olmalıdır. Neither you nor your friend doesn't, neither'dən sonra not işlənə bilməz. Ona görə Y də səhvdir. Bir saat cümlədə ki, inkar olmaz. Gəldi 24 nömrə testə. Bütün testlərin izahlarını verək. We know both physics and biology. Both and bağlayıcısı yenə əvəz eləyəcək. Ya, either, nöqtə, ordan. Ya, neither, nöqtə, nordan. Ya da no, ordan. Ya da not, ordan. Bunlardan hər hansı birindən əvəz eləmək olar ki, cümləmizi biz inkara çevirək. He knows neither physics nor neither or deyə bir qayda yoxdur. He doesn't know either
and-lə işlənmir, səhvdir. Yəni boz Ayzə or olmalı idi. He doesn't know, neither nor physics düzdür, amma notdan sonra neither işlənməz, səhvdir. He knows neither physics nor biology, bu düzdür. He doesn't know both or deyə bir bağlayıcı yoxdur. Onun əvəzinə Ayzə or var. Bu da səhvdir, düzgün cavab deyil. 25. Choose the correct negative sentence inkar cümləsi seçin. Norman won't refuse to help us and Mark won't Ayzə. Deməli, bu cümləmiz bizim birinci cümləmiz inkardadır, ikinci cümlə inkarda və sonunda Ayzə artırılır, bir düzdür. İkincisində Norman will refuse to help us but Mark will not to. To təsvir cümləsi sonunda to işlənməz, iki səhv. The Norman won't refuse to help us and Mark will Ayzə. Will Ayzə olan hissədə inkarlıq verilməlidir. İnkar sözü yoxdur, ona görə bu da səhvdir. Norman won't refuse to help us. Neither will Mark. Neither do I qaydasıdır. Bu doğrudur. Düzgün cavab 1-dən 4, yəni Y variantıdır. Gəldik 26 nömrəli testə. Choose the correct and negative sentence. Düzgün inkar cümləsi seçəcək. I also təsvir cümlədə işlənir, inkar cümlədə işlənməz. I don't like such people. Ayzə inkar cümlənin sonunda Ayzə işlənib, bu doğrudur. I like not. I like inkarı don't like ilə işlənir. I don't like such people to təsvir cümləsi sonunda işlənməz. Təsvir cümləsi sonunda işlənmir, inkar cümləsi sonunda işlənməz. I don't also inkar cümlədə also işlənməz. Gəldik sonuncu 26 dənə testi bu. Cavablarda 27 idi halbuki. Bir də 6 bazar düşüb yəqin. Bu qədər uşaqlar. Negativlərimlə bağlı 27-26 testi olan hamısının izahlarını verdim. Əgər hər hansı bir testdə qaranlığınız varsa, o zaman rəy bölməsini yazarsınız. Buyurun, uğurlar. Bütün həm 9-cu siniflər, həm 11-ci siniflər bu il imtahan verin. Abituriyentlərin hər birinə uğurlar diləyirəm. Hər hansı bir çətinliğiniz olarsa yazın, izahlarımı verim sizə.